Diqqət, inkar əvəzliklərinin izahına keçid alıram. No, no'dan sonra yalnız gələ biləcək isimdir. Vəssalam. İsimdən başqa no cümləsinə məsəl üçün artikellar buraxmaz. Artikellar no'dan sonra no'nun cümləsində gəlməz. Ənozənin əvvəlində ən artikli var deyənə ənozə də gəlməz. Deazənin cümləsində de artikli var deyənə deazə də gəlməz. Sam, bildiyimiz kimi sam və samın törəmələri inkar cümlələrdə gəlmir. Ona görə də sam da gələ bilməz. Sizin də düz yazmışdım burasını. Sam və törəməsi gəlməz. Of ilə birləşməz. Eni və eninin törəmələri adətən sual və inkar cümlələrdə gəlir, amma no'nun cümləsində eni nə də eninin törəməsi gəlməz. Yadınızda qalsın. Ona görə də no'dan sonra yeganə gələ biləcək nitq səsi isimdir. Okay? Gəldik. İnkarlıqları yanaşı düzək. Nevə özündən sonra, nevədən sonra inkarlıq gəlir. Nevə cümləsinə eni və enin törəmələri ilə gələ bilər. Nevə cümləsində. Yəni, nevə olan yerdə eni və enin törəmələri qoyular. Hardly inkarlıq bildirir. Hardly inkarlıq bildirir və eni və eninin törəməsi də hardly olan cümləyə giriş edə bilər, çünki inkarlıq bildirir. Few, little inkarlıq bildirir. Bildiyimiz kimi a few olarsa biraz var. Bu zaman ən azı əlimizdə nə qədərsə məsəl üçün həmin əşyalardan və yaxud da həmin isimdən var. Amma few olanda yox dərəcəsindədir. A little olanda biraz var deməkdir. Little da yox dərəcəsindədir. Ona görə də bunlar da inkarlıq bildirir. Və ən çox verdiyim suallardan biri few olan cümlədə, little olan cümlədə ikinci inkarlıq gələrmi? Gəlməz uşaqlar. Çünki bunların özü inkarlıq bildirir cümlədə. Və yaxud da batın bir tərəfi təsdiqdirsə, bir tərəfini few və little ilə inkarlıq yarada bilərsiniz. Bunu unutmayın. Sonra non, naizə. Bunlardan sonra no'nun cümləsində nəfər sayı 2-dən çox olmalıdır. Naizənin cümləsində isə mütləq nəfər sayı, əşya sayı 2-yə bərabər olmalıdır. Və hər ikisi of ilə birləşir. Üstə gələk, cəm isim, üstə gələk, tək xəbər olur. Diqqət, tək xəbər dediyiniz nədir? Was, is, has, will və feil sonluğunda s varsa, for example, reads, plays, runs deməli xəbər təkdədir. Cəm xəbərləri xatırlayaq. Are, were, have və təmiz feillər. S-siz feillər. Məsəl üçün read, run, speak. Bunlar cəm xəbər sayılırlar. Deməli, non-naizə ilə of-la birləşərsə, bu zaman cümlənin strukturu cəm isim tək xəbər olacaqdır. Nonun cümləsində nəfər sayı 2-dən çox, naizənin cümləsində 2-yə bərabər olmalıdır. Sonra notu da bura əlavə edək. Not da inkarlıq bildirir. Diqqət! Eni və eninin törəmələri sual və inkar cümlələrdə yer almalıdır. Amma bir dənə no'nun cümləsində eni və enin törəməsi gəlməz. Nevədə, hardly'də, few little'ın cümlələrində, non'da, naizədə, notda bildiyiniz inkarlıqdır hamısı və bunlarda mütləq şəkildə eni və enin törəmələri iştirak edir. Gəlin görək, eni nədir? Eni heç deməkdir. Adətən sual və inkar cümlələrdə gəlir. Enidən sonra cəm isim ya da sayılmayan isim gəlməlidir. Enidən sonra ya cəm isim ya da sayılmayan isim gəlməlidir. Eni of ilə birləşir və bu zaman üstə gələk cəm isim, üstə gələk tək xəbər olur. Cəm isim, tək xəbər. Bayaq da yenə tək xəbərdən danışdıq. Eni ofla birləşər, cəm isim tək xəbər funksiyası alarıq. Mütləq. Amma
birbaş eninin özündən sonra ya cəm isim gəlir, ya da sayılmayan isim gəlir. Eni təsdiq cümlələrdə gələr. Eni təsdiq cümlələrdə gəlir, istənilən mənasını verir bizə. İstənilən mənasında ola bilər. Bu da çox nadirən olur cümlələrdə. Diqqət. Diqqət. Samdan danışaq. Sam. Sam. Özündən sonra ya cəm isim, ya da sayılmayan isim gətirir. Tələb edir. Sayılmayan isim tələb edir. Samdan sonra birbaş sayıla bilən tək isim gəlməz. Təkrar eləyirəm. Samdan sonra sayıla bilən tək isim gəlmir. Ya cəm isim, ya sayılmayan isim gəlir. Və sam cəm isimlə gələndə bir neçə mənasını verir. Sayılmayan isimlərlə gələndə biraz bir qədər mənasındadır. Sam of ilə birləşir. Bu zaman cəm isim üstə gələk cəm xəbər funksiyasında olur və yenə də sam of ilə birləşir. Üstə gələk tək isim, üstə gələk tək xəbər funksiyasında olur. Tək isim deyərkən burada sayılmayan isim gələcək və xəbəriniz də tək götürüləcək. Bayaq da demişik, yenə də deyirik ki, sam inkar cümlələrdə gəlməz. Adətən təsdiq cümlələrdə gəlir sam və samın törəməsi. Özündən sonra cəm və sayılmayan gəlməlidir isimlərdən. Sam ofla birləşər cəm isim, cəm xəbər. Sam ofla birləşər tək isim, tək xəbər olur. Diqqət, ən çox yer alan mövzulardan biri törəmədir. Törəmələr. Dəfələrlə bu törəmələr haqqında izah gedib. YouTube səhifəmizdə də həmişə yer alıb. Törəmələr ümumiyyətcə samın törəmələri var. Sonra evrinin törəmələri var. Ondan sonra eninin törəmələri var. Nonun törəmələri var. İndi qulaq asın mənə. Törəmə dediyiniz, gəlin hərəsinə bir ayət misal yazaq. Buraya yazaq, məsəl üçün somebody. Buraya yazaq, everyone. Buraya yazaq, anything. Buraya yazaq, nowhere. Nowhere. Qulaq asın mənə. Törəmələr ən çox lazım olan mövzulardan biridir. Törəmələr 1. Heç vaxt of ilə birləşməz. 2. İmtahanın ən vacib sualı. Else olan cümlədə mütləq törəmə olur. İsim yox. Baxın. Else olan cümlədə, hətta belə yazacağım, törəmə olur. İsimlə gəlsə yanlışdır. Else törəmə ilə işləyir, isimlə işləmir. Sonra 3. Törəmənin həmişə xəbəri təkdə olacaq. Ona görə də yazıram, üstə gələk. Tək xəbər. Tək xəbər. Törəmənin xəbəri həmişə təkdə olmalıdır. Cəm xəbərlə gəlməz. Deməli, törəmədən sonra isim gəlmir. Üstə gələk. Üstə gələk. İsim olmur. Çünki törəmənin özü isimdir. Və artıq burada cümlədə mübtəda olmayanda aparıb ora törəmə qoyuruq ki, geçsin cümlənin mübtədası olsun o törəmə orada. Ona görə də törəmə olan cümlədə isim olmur. Lakin törəmədən sonra apostrof s qoyularsa onda isim gələ bilər. Kimsənin qələmisə qalmışdı stolun üstündə. Somebody apostrof s pen deyə bilərsən. Amma somebody pen, nə bilim, başqa söz olmaz. Törəmədən sonra isim gəlməz. Törəmə apostrof s olarsa özündən sonra isim gələr. Başqa, deməli, törəmələr cümlənin mübtədası rolundadır. Törəmə ofla birləşməz. Else törəmə ilə gələr, isimlə gəlməz. Törəmədən sonra mütləq tək xəbər gəlməlidir. Törəmədən sonra isim gəlmir. Törəmənin özü cümlə mübtədasıdır. Apostrof s olarsa törəmədən sonra isim gələ bilər.
Deməli, yenə də dəfələrlə danışdığımız mövzudan biri every, each, hər biri deməkdir. Hər biri deməkdir. Baxın, tərcümədə bir deyirsən. Ona görə də every və each yazım tərcüməsində bura. Hər biri deməkdir. Ona görə də bundan sonra heç vaxt cəm isim, yəni plural noun gəlmir. Cəm isim gəlməz. Bunlardan sonra bir deyildiyinə görə sayılmayan isim də gəlməz. Qısa formada yazıram. Every və içdən sonra mütləq şəkildə gəlməlidir sayılan tək isim. Sayılan tək isim gəlməlidir. Niyə? Burada bir sözü var. Ona görə də özündən sonra sayılan tək isimlə gələcəkdir. Hər biri deməkdir. Every of ilə birləşməz. Gərək ki, every one ola, sonra of ilə birləşə bilər. Bu arada diqqət eləyin. Every one, bax, belə də var. Baxın, bu törəmədir. İmtahanda həm bu every one-ı yanaşı qoyurlar. Diqqətli, sentyabr imtahanlarında var idi. Bu every one-ı da yazırlar. Belə də every one-ı olur. Ayrı-ayrı yazılarsa every one of ilə birləşər, amma bitişik yazılarsa törəmədir, törəmə ofla birləşmir. Bunu seçə biləsiniz gənə. Every one of olar. Bu zaman üstə gələk, cəm isim, üstə gələk, tək xəbər olur. Every one ofla birləşir, cəm isim tək xəbərdir. Diqqət, each of ilə birləşir, üstə gələk, cəm isim tək xəbər funksiyasında olur cümlə. Tək xəbər, cəm isim tək xəbər. Sonra every-nin törəmələri haqqında danışdıq. Yəni biləcəyiniz törəmənin funksiyaları izah olundu. Bu bir yanda. Sonra başqa every, içlər haqqında bu qədər. Və bura aizə əlavə edirəm. Bir də naizəni. Aizə of ilə birləşir və cəm isim tək xəbər əmələ gətirir cümləsində, funksiyasına girir. Yəni belə olmalıdır. Cəm isim tək xəbər olmalıdır. Naizə ofla birləşməsə, özündən sonra yalnız sayılan tək isim, yalnız sayılan tək isim gətirər. Diqqət, naizə ofla birləşməsə, naizədən sonra cəm isim gələ bilməz birbaşa. Naizədən sonra sayılmayan isim gələ bilməz. Naizədən sonra sayılan tək isim gələr. For example, naizə friend düzdür, naizə book düzdür. Amma naizə of ilə birləşər. Bu zaman cümlə strukturu cəm isim tək xəbər olar.